Bizneslə məşğul olmazdan əvvəl ilk öncə insanın biznes mədəniyyəti olmalıdır və insani qaydalarla və qanunlarla bizneslə məşğul olmaq lazımdır. Bu insana formalaşmaq üçün insanın biliyi, savadı, elmi olmalıdır və bilik, savad, elm kitab oxumaqla, kurslara yazılmaqla, seminarlara getməklə və biznes sahəsində uğur əldə eləmiş insanlarla danışmaqla, videolarına baxmaqla formalaşır insanda və ilk öncə insanın özündə insani metodlarla bizneslə məşğul olmaq həvəsi olmalıdır. Bu günləri sizə 6 kitab haqqında danışmaq istəyirəm ki, bunlar insanda biznes modelin formalaşmağında çox köməklik göstərirlər. Olivia Fox Cabane Xarizma kitabı çox gözəl kitabdır. Burada insanın xarizması haqqında, inam psixologiyası, təsir psixologiyası, bir də insanın xarizması necə formalaşmalıdır ki, xarizmatik insan olsun, xarizmatik biznesmen olsun. İkinci kitab isə multimilyarderin John Davis Rockefellerin Neftçinoy Magnat həyatı haqqında, bioqrafiyası haqqında məlumatlar var. Bu insan kim olub və necə varlaşıb. Üçüncü kitab isə Robert Kiyosaki Varlı ata və kasıb ata kitabıdır. Bu kitab isə insanın investisiyalar haqqında, yatırımlar haqqında, mışleniya, biznes, psixologiya haqqında məlumatlar verir. Və demək istəyirəm ki, 21-ci əsrdə bəzi insanlar düşünməyib hərəkət edirlər, amma insan düşünüb hərəkət eləməlidir. Adam Grant, Подумайте еще раз, bir dəfə də fikirləşin. Burada biliyin, savadın gücü haqqında ətraflı şəkildə insanlara məlumat verilir. Richard Koch, bu insan isə belə bir termin var ki, 20% fiziki və elmi hərəkət edirsən, 80% isə rezultat alırsan. Bəzi insanlarda isə əksinədir. İnsanlar 80% fiziki və elmi işləyirlər, amma 20% rezultat əldə edirlər. Bu əksinə olmalıdır. Bu kitabı ətraflı şəkildə oxuyun. Burada bütün metodlar haqqında ətraflı məlumat verilir. Və axırıncı kitabımız isə psixologiya haqqında olacaq. Çünki bir biznesdə insanlara psixolojik təsir göstərmək lazımdır ki, bunu insani yollarla eləmək lazımdır və dürüst, ədalətli şəkildə əlbəttə ki. Bunlardan sui-istifadə edib, dələduzluqla, maşinliklə məşğul olmaq olmaz. Robert Cialdini Psixologiya Влияние. Bu kitab isə ətraflı şəkildə insanları necə inandırmaq və necə təsir göstərmək olar.